Birinci testdə line of nouns isimlər cərgəsini istəyir. A variantında urban, well-versed çıxacaq. B variantında thrilled. D variantında essential. E variantında impolite çıxacaq. Qalır cavabımız C variantı. İkinci testdə yenə article məsələsidir. Answer cavab. İki cür işlənir. Həm feil, həm isimdir. Burada baxaq görək isim mənasında. Necə biləcəksiniz bəs feil yoxsa isim olduğunu? Çünki bu bizə söz önündə də lazım olacaqdır. Baxın, I wrote, mən yazdım. Nəyi? Tamamlıq. Deməli, tamamlığın sualını veririksə, demək bu isimdir, feil deyil. Answer mücərrəd olub sayılan isimlərdədir. Answer, question, mistake. Bunlar sizə əzbərlətmişəm ki, mücərrəd olub sayılan isimlərin içindədir. Deməli, sayılan tək ismin qarşısı boş gəlməyəcək. Mütləq article-la gəlməlidir. B variantını atdıq. A variantında answer site ilə başlayıbdır. An article olmalıdır. A variantı çıxacaq. Daha sonra ikinci tərəfə gedəcəm. Letter, məktub deməkdir. Məktub sözü sayılan təkdir. Qarşısı boş gəlməz. D və E variantı çıxır. Qalır cavabımız C variantı. Üçüncü testə gəldik. Əksəriyyətiniz soruşursunuz, müəllim, burada bizdən nə istəyir? Mütləq şəkildə şərti diqqətlə oxumaq lazımdır. The closest meaning. Close meaning yaxın mənalı. Artıq testlərin 99%-ində bizə sinonim, antonim deməyəcəkdir. Close meaning yaxud opposite deyəcək. Close yaxın deməkdir. Close yaxın mənalı. Meaning də məna, yaxın mənalı sözlər. Yaxın mənalı sözlər burada spoil və damage olacaqdır. E variantında spoil, damage, korlamaq olacaq. E variantı hər ikisi sinonim olacaqdır. Reveal, A-da aşkara çıxarmaq, nəyisə üzərini açmaq, rəbb bükmək deməkdir. B variantında accept, qəbul etmək, display, nümayiş etdirmək, introduce, təqdim etmək, show, göstərmək, şat bağlamaq, rescue, xilas etmək. Bizə close meaning yaxın mənalı, spoil, damage, korlamaq, xarab etmək mənasında E variantı olacaqdır. Getdik dördüncü testə. Dördüncü testdə complete the sentence əslində çox asan bir mövzudur. Ancaq niyəsə şagirdlərin əksəriyyəti bunu hansı mövzu olduğunu tapmaqda, yaxud düz cavabı tapmaqda çətinlik çəkirlər. Complete the sentence. Baxın uşaqlar, cümlələr burada nöqtələr cümlənin ortasındadır. Yəni ki, mən o cümlənin o natamam hissəsini tamamlamalıyam. Təbii ki, mən cümlənin ortasında nə yazacağam? Mübtəda üstəgəl xəbər yazacağam. Yəni köməkçini önə keçirə bilmərəm. Ümumiyyətlə, köməkçinin önə keçməsi nə deməkdir? Sual cümləsi yaranma deməkdir. Mən cümlənin ortasında ixtiyarım yoxdur ki, köməkçini önə keçirim, sual cümləsi yaradım. Söz sırası olmalıdır mübtəda, daha sonra xəbər şəklində. Mübtəda, xəbər şəklində. Məsələn, birdə doğrudur, she mübtədadır, will xəbərdir. Will learn xəbərdir. Biri götürəcəm. Want to know, ask, wonder, üstəgəl zət olmaz, ikiləri çıxacam, A gedir, C gedir. 3-də yenə will, she-dən önə keçib söz sırası pozulubdur. Amma 4-də if she will learn, bəli, she mübtəda, will learn xəbər. Doğrudur. 1-lə 4 olacaqdır B variantı. Gəldi indi cümlə make up sentence, cümlə qurmaya. Baxaq görək nədir burada? Had laid table. Lazy table ifadəsini siz öyrənmisiniz ki, süfrə açmaq deməkdir. 1, 6, had laid the table. Daha sonra bizə mübtəda lazımdır. Kim? Qonaqlar təbii ki, süfrə açmayacaqdır. Anam açıb. 4, 4, 1, 6, 4, 1, 6 harada var? 4, 1, 6. A var, A-da var. Baxaq görək düz tapmışıq. 4, my mother had laid the table when 2, all the guests 5, bütün qonaqlar came gələndə 3. Bütün qonaqlar gələndə anam süfrə açmışdı. Deməli, burada bir də nəyə diqqət eləyəcəksiniz? Bəziləriniz deyir ki, make-upda çətinlik çəkirəm. Yəni, şərt deyil ki, mən tam şəkildə birbaşa cümləni qurum, ipuclarından gedə bilərəm. Məsələn, burada qrammatik biliklərimiz də bizə fayda verəcəkdir. Məsələn, 2-ni yazacağım. When, biz bilirik ki, when-dən sonraki hissədə bitmiş zaman gəlməz. Deməli, 2-dən sonra 1 olan hissələr çıxacaq. Məsələn, D variantında 2-dən sonra 1 gəlibdir. Bu formada gedə bilərik. Sonra, daha sonra, the table had led ola bilməz. Süfrə, masa öz-özünü aça bilməz. 6-1. Yəni ki, sadə şeylərlə gedirik, amma yenə də bu testləri işləyərkən tək-tək sözlərin mənasına baxmaq lazımdır.
Bizə imtahanda da elə çətin bir şey düşməyəcəkdir. Sadəcə sözlərin mənasını bilmək lazımdır. Bir də qrammatika bizə hardasa kömək edəcəkdir. Məsələn, bu testdə ancaq bir variantı çıxmaq oldu da qrammatik biliyimizlə ki, V-dən sonra keçmiş bitmiş gəlməz. Yerdə qalan yenə də mən tərcüməni bilməliyəm. Ona görə əksəriyyət make-uplarda biraz çətinlik çəkir cümlə. Çünki sözlərin tərcüməsini bilməliyəm ki, anlayım tutum ki, orada nədən söhbət gedəcək. Yəni cümləni hansı istiqamətdə qurum, necə götürüm. Burada oldu 4, 1, 6, bilmirəm, variant unutdum, qaralamışdım ya yox. All the guests came, aha, A variant. Sonra 6 da çox qəşəng testlərdəndir. Nöqtələrdən sonra bəq gəlibdir, isimlə işlənənlər, whose, which, what. Əsas bunlar. Baxaq ki, burada whose da veribdir, what da verib. Ay müəllim, bəs bunların fərqi nədir bir-birindən? Whose kimin deməkdir? Bax, yiyəlik bildirir, kimin deməkdir. What üstəgəl isim hansı deməkdir? Cavabda mənə deyir ki, it belongs to. O məxsusdur. Belong to məxsus olmaq deməkdir. Məxsusdur. Deməli, məxsusdur deyirsə, kimindir soruşubdur. Whose olacaq A variantı. Daha sonra 7-yə baxırıq. Qəşəng, mənim də çox sevdiyim feillərdən biri. Deməli, topluya yeni əlavə olunubdur bu. Dərslikdə də var. Forget, remember, regret, mean. Bu kimi feillər özündən sonra həm ing ala bilirlər, həm də to-lu infinitiv məstər ala bilirlər. id zamana düşübdür, b-də başlanğıcdır, e-də şəxsə görə dəyişibdir, c-də to-dan sonra ing gəlibdir, səhvdir, yəni feil başlanğıcda olmalıdır. Qalır cavabım D variantı. Sonra regret peşman olmaq deməkdir. 8-də I'll see you, mən səni deyir, görəcəm, gözləyəcəm, outside the library, right outside the library, kitabxananın çölündə. Cümlənin xəbərinə baxın. Cümlənin xəbəri apostrof qoşalı, yəni I will gələcək zamandır. Gələcək zaman zərfi olan bunlardan biri A variantıdır. In biz bilirik ki, həm keçmiş zamanda olur. Məsələn, in 1991-ci ildə təbii ki, bu 91 olduğuna görə keçmiş zamandadır. Amma in a few minutes desə, məsələn, in a few minutes bir neçə dəqiqəyə, bir neçə dəqiqə sonra bu olacaq gələcək zaman. Deyir, mən səni 1 saata, yəni 1 saat sonra gözləyəcəm. A variantı. 9-da. Nöqtələrdən sonra women gəlibdir. Yadda saxlayırıq ki, işarə vəzli düz yanındakı isimlə uzlaşmalıdır. İşarə vəzlikləri, demonstrativ pronounlar. Women sözü təkdədir, 4 hərflilər lazımdır. A gedir, B gedir. Daha sonra bu disjunctive question'dır. Burada mənə köməkçi veribdir və mən şəxs əvəzliyi verməliyəm. Bu şəxs əvəzliyində əvvəla D variantını çıxım, çünki şəxs əvəzliyi adlı halda deyil, obyekt. Qaldım C və E-nin arasında və biri he-dir, biri they. Mən burada yazdığım şəxs əvəzliyini özümdən yazmayacağım. Başda verdiyim mübtəda var ha. Bax bu mübtəda, women's house. Bu mübtədaya baxaraq qərar verəcəm. Burada da qadının oğulları, yəni mübtəda apostrofla bağlanıb, apostrofdan sonraya baxacağam. Apostrofdan sonraya oğlanlar cəmdədir. Biz də bilirik ki, cəm olan hər şey they olacaqdır, E variantı. Orada baxın, sizi aldatmaq üçün he verilibdir. Əgər bir nəfər oğlu olsaydı, onda he verərdik. Ancaq sonunda s olduğuna görə, cəm olduğuna görə, cəm olan hər şeyin şəxs əvəzliyi D olacaq. İstər canlılar olsun, istər cansızlar olsun, istər heyvanlar olsun, fərq eləmir. D olacaq, cəm olacaq. İndi gedək 10-cu testə. Bu da topluda var. Bu tipdə testlər. Baxıram. Cümlə nədədir? İnkardadır. İnkar cümlədə so to, also olmayacaq. A, B, C variantı gedir. Bir cümlədə iki inkar olmaz. E variantı gedir. Qalır cavabım D variantı. Either. Bunlar üçü birdirlər. Baxın, at all. Qətiyyən deməkdir. Either. Bir də yet. Bunlar üçünün ortaq xüsusiyyəti nədir? Özlərindən əvvəl İnkar istəyirlər. Özlərindən sonra inkar olacaq. D variantı. 11-də nöqtələrdən sonra excited, nöqtələrdən sonra excited gəlibdir. Həyəcanlı deməkdir, sifətdir və sonra da söz önü gəlibdir. Burada sifət gəlib sadəcə.
Saçdan sonra sifət üstəgəl isim gəlməli idi. Saçdan sonra sifət üstəgəl isim gəlməli idi. İnafdan sonra isim gələr, inafdan əvvəl sifət zərf gələr. Quiet, baxın. Quiet. Nə ilə bitib? T ilə. Sakit. Nə ilə bitib? T ilə. Deməli, quiet sakit deməkdir. Yadda saxlayıram ki, excited də sifətdir. Quiet də sifətdir. Sifət yalnız nəyin qarşısında gələr? İsmin qarşısında gələr. Yəni, sifət sifətin qarşısında gəlib, onu təyin eləyə bilməz. Sifəti yalnız zərf təyin eləyə bilər. Aydındır? Deməli, quiet, excited verə bilmərəm. Qalır cavabım quite. Quite isə, baxın, i ilə bitibdir axırı. Bu, olduqca deməkdir. Adi dərəcənin göstəricisidir. Görürsünüz, excited də adi dərəcədədir. 12-yə gəldim. 12 sizi qorxudan tip testlərdəndir. Həmişə deyirsiniz, bu çətindir, nə bilim, səhvim var. Əvvəla baxıram ki, so veribdir. Demək ki, mənim bu nöqtələrin yerində olan cümləm təsdiqdir. A variantında doesn't veribdir, inkar. İnkara so ilə cavab verə bilmərəm. Sonra gedirəm do-ya. Do hansı zamandır? İndiki zaman. Demək, mənə cümlənin xəbəri indiki olmalıdır. Əvvəla təhlil edeyim asan olması üçün. B variantında she mübtədadır, kat xəbər. C variantında Jeremy mübtədadır, has to make mənim xəbərimdir. D variantında Harold mübtədadır, let xəbərdir. E variantında girl mübtəda, chose xəbərdir. Mən baxıb qərar verməliyəm görüm bu 4 variantdan hansı indiki zamandadır. Məsələn, kat, kat, kat. Put, put, put. Let, let, let. Bu kimi feillərin həm indiki zamanı, həm keçmiş zamanı eyni formadadır. Yaxşı, mən bəs necə biləcəm ki, bu indikidədir, yoxsa keçmişdə? Həmişə mən mübtədamı üçüncü şəxsin təkində verəcəkdir. Əgər mübtədam təkdədirsə, feilim indiki zaman olsaydı, axırında s olardı. S. Yoxdursa, demək keçmiş zamandır. Bunun köməkçisi diddir. Do yox. D variantında let. Görsən, Harold üçüncü şəxsin təkidir. Feilin sonunda s olmalı idi, indiki zaman olsaydı. Deməli, bunun da köməkçisi diddir. Did. E variantında tutaq ki, imtahana getmişəm, yadımdan çıxıbdır, choose feilidir, bu keçmiş zamandır, yoxsa indiki zamandır. Yenə də eyni məntiqlə gedəcəm. Girl təkdədir. İndiki zaman olsaydı, axırında s olardı. Deməli, keçmiş zamandır. İndi təmizləyim, asan görün buranı. Qaldı C variantı has to. Mən sizə nə demişdim? Deyirəm ki, have, has. Əgər yanında heç nə yoxdur, yəni feil, başqa feil yoxdur, got participle to yoxdursa və ya have-dən, has-dən sonra to gəlibdirsə, bunun köməkçisi do ya da does olacaqdır. Do ya da does olacaqdır. Has to. Do ya da does. Does. Ya da do. İndi deyə bilərsiniz ki, ay müəllim, has-ın köməkçisi does-dır. Niyə görə burada do veribdir? Çünki we ilə uzlaşdırıbdır. We-yə təbii ki, mən does verə bilməyəcəm. Do olan yerə does da deyə bilərəm, does olan yerə do da deyə bilərəm. Əsas məsələ odur ki, did deyə bilmərəm, çünki zamanı dəyişmiş oluram. Burada olacaq C variantı. Ümid edirəm ki, izahım aydın oldu. Biraz yazı səliqəsi alınır. Sonra baxaq görək. They all the goods abroad in summer. In summer, yayda. Yayda bu. Has sent. Əvvəla bunu çıxacağım. Çünki deyin xəbəri has olmayacaqdır. Have olar, cəm xəbər olar. Deyir ki, bütün deyir mallarını yayda xaricə have sent göndərib, göndərdi, göndərəcək. 1, 2, 4 olmur. 3. In summer yayda sadə zamanlar olacaqdır. Will send göndərəcəkdir. Sent göndərib, göndərdi keçmiş zaman. Bir də send olsaydı, indiki zamanda götürərdik. Have sent olması üçün, have sent olması üçün, ay müəllim, nə zaman burada have sent yaza bilərdik? Əgər burada this summer versəydi. Deməli, 4'lərimi çıxdım. Qaldı 1 ilə 3. Aydındır. Summer orada this ilə olsaydı, bu yay. Olacaqdı 1 ilə 3. Məsələn, bir variantda, məsələn, 5-də
Send olsaydı, send indiki zaman onu da götürərdik. Sadə zamanlar üçü də. Sonra gəldik 14-ə. 14-də çoxunuz bunu nə ilə qarışdırırsınız? Məchula çevrilib çevrilməyən qaydası ilə. Yadda saxlayırsınız ki, məchula çevrilmək qaydasında can be changed yaxud can not be changed deyəcək. Burada sadəcə deyir ki, seç. Sənə hazır cümləni veribdir. Sən seçəcəksən görüm hansı məchuldadır. Cümlə nə zaman məchulda olmaz? Sonu sifətlə bitərsə valuable. Sonu sifətlə bitərsə vivid, canlı deməkdir. Valuable, dəyərli deməkdir. Sifətlə bitibdir. Cavabım olacaq 1-3 A variantı. Daha sonra 15-də mübtəda xəbər uzlaşmasıdır. Gəldi mənim sevimlim each of. Each of-un xəbəri həmişə təkdir. B variantı getdi. D variantı getdi. Sonra each of the boys was given yaxud were given a prize. Oğlanlar deyir, hər birinə hədiyyə verilibdir. So, my friends, dostlarım, dostlar cəmdədir. Was olmaz, is olmaz, C variant. Gəldik 16-ya modal feillər. Bu formada da düşəcək, yəni modal qəliz düşməyəcək. Çox çətin bir şey olmayacaq. Deməli, baxaq görək nə var. 4-ü çıxıram. 4-ü çıxıram. Will'in pisi yoxdur. 4-lərim getdi. Daha sonra baxım görüm nə çıxacaq. Ay müəllim, mən tərcümə eləyə bilmədim. Tutaq ki. Deyirsiniz, tərcümə eləyə bilmədim, işin içindən çıxa bilmirəm, mən neyniyim? Baxıram ki, hamısı üçü də indiki zamandadır. Nəyə baxacam bu zaman? Deməli, modalı işləyəndə birinci deyirəm ki, to, to-suza baxırsan. 2, zamana baxırsan. 3, təsdiq, inkar. 4-də də çarəsizlikdən tərcümə eləyirsən. İndi baxıram, birinci addım to-ya görə elədim. To-lu, to-suz, will be able getdi. 1, 2, 3 qalıbdı. Zamanlar da ki, uyğun gəlir. Çünki is sleeping veribdir. Uzlaşır zamanlar. Shouldn't inkardır, mənfi. Will be able to, müsbət, təsdiqdir. Ought not to, mənfi. Deməli, mən 2 cavab seçməliyəm. Bir cümlənin daxilinə. Demək ki, ikisi də eyni şey olmalıdır. 2 inkar varsa, ikisini də eyni şey götürəm. Yəni, birini təsdiq, birini inkar götürə bilmərəm. Olacaqdır 1-dən 3. Yaxşı, görək cümlədə nə deyibdir. Bura A yazaq. You shouldn't smoke inside. Sən içəridə deyir, sigaret çəkməməlisən. Burada uşaq yatır. 3-də də deyir ki, gərək çəkməyəsən. Yəni, shouldn't gərəklik bildirir. Gərək kimi tərcümə eləyəcək A variant. Bu qədər.